Son zamanlar sosial şəbəkələrdə çox populyar olan bir trend var. Su pəhrizi. Günlərlə heç nə yemədən sadəcə su içərək arıqlamaq. Gəlin görək bu üsul həqiqətən effektivdirmi, yoxsa bədənimizə bir qəsddir? İlk bir neçə gündə tərəzidə kəskin çəki itkisini görüb sevinə bilərsiniz. Amma reallıq tam fərqlidir. Bu prosesdə bədəniniz piyləri yox, daxili rezervləri, yəni suyu və ən əsası əzələnizi itirir. Uzun müddət ac qalmaq maddələr mübadiləsini məhv edir. Yəni pəhrizi bitirdikdən sonra itirdiyiniz çəki qat-qat geri gəlir. Üstəlik günlərlə ac qalmaq bədəndəki elektrolit balansını da pozur. Bu isə ürək ritminin pozulmasına, qan şəkərinin kəskin düşməsinə, böyrək çatışmazlığına və ya saçların sürətlə tökülməsinə, qadınlarda menstrual sikl pozulmasına gətirib çıxara bilər. Bir sözlə, su pəhrizi arıqlamaq üçün effektli yox, sağlamlığı məhv etmək üçün effektli bir üsuldur. Unutmayın, su həyatdır, amma tək başına yemək deyil. Formada qalmaq istəyirsinizsə, bədəninizi aclıqla cəzalandırmayın. Doğru və balanslı qidalanın, aktiv həyat tərzini seçin və sağlam arıqlayaraq özünüzü daha xoşbəxt hiss edin. Sağlamlığınıza dəyər verin.